Hamı məhliyə yığışanda, gəlinlər cırışanda, kiminsə qızı boşananda qeybətə mənə də çağırarsınız. Hamı məhliyə yığışanda, qonum qonşu cırışanda, Sudavayan qızı boşananda qeybətə mənə də çağırarsınız. Pakizə danışır hər şeyimə, qarışırıq hamının biz işinə. İnşallah ölüm itimə mənə də çağırarsınız. Qonşumuzda qırğındır, arvad cırışırdı, gördün gəlin özün astı. Mənə də çağırarsınız. Bir gün gələr boşanarsan, qaynanınla qırışarsan, davada mən üçün yer ayırarsan. Mənə də çağırarsan. Dava qırğın qeybət istəsəz, cadu nədir bilmək istəsəz, əsl üzümü görmək istəsəz, mənə də çağırarsınız. Axşamınız xeyir. Biz Azərbaycan bölgələrindən birindəyik və burada paranormal hadisələr baş verir. Hal-hazırda biz kənd sakini ilə danışıb ətraflı öyrənəcəyik. Kənd sakini Alxas bəy özlərini Azərbaycana danışır. Orada deməli ağaçdan ruh çıxıb arvadlar qorxudur. O aynı önün yanında var ha. Toğları qapı apardı. Və bu hadisə ilə əlaqədar biz özümüzlə Baltazar Rasimi çağırmışıq, o ekstrasensdir. Buyurun, ruhu harda görmüşsünüz? Axırıncı dəfə deyə orada görmüşəm, ağaclıqda. De orada. Tanrı dur görme. Ay Kazım sen deyilsən ha. Ağzına tırıqlayım, mənəm dana. Bu vaxtı bura nə qoyarsan sən? Üzdü səriyerdim sizə. Ay şu üzlü sərərim ha. Başaşmadım, səhəməyən pişirilmə şübhəm var. Ağzının qarşısında. Və bununla da Azərbaycanda ruhların bir mif olduğu sübuta yetdi. My name's Dr. Sims. Göndermişim bu bazarlığa aldığı şeyler var. Bunlar nedir? Az ne demişsem onu almışam da ben neylemişim? Ben sana demiştim makaron pivene dalgısa. Makaron aldım da ben pivanın üstüne hediye için bağlayıplar. Benlik değil. Tomatın üstüne cipsi verirler. Daha belədir. Mən neyim endirimdir, belə satırım. Cengiz alkaçlık eleme